Azərbaycan televiziyasının sədr müavini Rafiq Həşimova ağır itki üz verib. Unikalın yaydığı məlumata görə bu barədə Azərbaycan Yazıçılar Birliyinin katibi şair Səlim Babiloğlu sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, Rafiq Həşimovun atası Məhəmməd Həşimov dünyasını dəyişib. Paylaşımda mərhuma Allahdan rəhmət, ailəsinə və yaxınlarına isə səbir dilənib. Məhəmməd Həşimovun vəfat xəbəri media cəmiyyətində kədər hissi ilə qarşılanıb. Uzun illər televiziya sahəsində fəaliyyət göstərən və hazırda Azərbaycan televiziyasının sədr müavinin vəzifəsini icra edən Rafiq Həşimov üçün bu itki xüsusilə ağırdır. Atasının itkisi hər bir insanın həyatında dərin iz buraxan unudulmaz ağrıdır. Sosial şəbəkələrdə və ictimai dairələrdə Rafiq Həşimova başsağlığı mesajları ünvanlanır. Həmkarları, dostları və tanışları onun dərdinə şərik olduqlarını ifadə edir, ailəsinə səbr arzulayırlar. Qeyd edək ki, dəfn mərasimi ilə bağlı əlavə məlumat verilməyib. Allah rəhmət eləsin, məkanı cənnət olsun.